aye-i şərifə nədir? İ'ləmu bilün ənəlləhə həman o Allah ki yuhyil ərdə bə'də mutiha, yeri dirildər öləndən sonra. Qiyamət günü bu hadisəni törədənlər hamı diriləcək. Qəd bəyyennəl ayat ləalləkum təqilun. Bu bəyyinələr, bu dəlillər ağıl sahibləri üçündür. Milyard insanlar doğulub, yaşayıb, ölüb. Milyard yazarlar yazıblar əleyhi İslam'a, İmam Hüseynə. Milyard pullar da bu yerə məsrəf olub. İndiyə gərək İmam Hüseyndən heç bir şey qalmayaydı ki. Bu qədri hücumlar hamısı İmam Hüseyin Aleyhisselam'a olub. Onda yerə bir şey qalmayaydı ki. Amma görürük ki, hamı boşa çıxıb. Hamının əli boşa çıxıb. Ne üçün? Çünki Hüseynin zamini Allah'dır. Allah'dır. Və'dəllahu haqqun. Allah'ın vədi haqqıdır. Və la yəğurrənəkumul həyatud dünya. Sizi dünyanın 5 günlük həyatı məğrur eləməsin. Kimin elə çiyninə bir şey qoydular, elə bilir ki, doğrudan da hər şeyi tapdalaya bilər. Baxır, görür ki, xodi alındı. Mən bir zaman bir şeyə getdim, bir nəfər şəxsin adresi demirəm, Xırdalanda. Yəni şəxsin adını demirəm. Getdim ora, apardılar məni ki, sənə qurban olun, bir hicablı xanımdır, salavat hədiyələm. Namaz qılır, filan eləyir, biraz vəsvəsə onu narahat eləyir. Deməmişəm, heç bunu danışmamışam, amma sözümün sonunda bunu sizə hədiyyə edirəm. Getdim, bir siyan çağ qoydular, gördüm ki, bəli, hicablı bir bacıdır, 2 uşaq anasıdır, sahibi var. Sahibi bunun başı örtdüyünə görə içkini tərk edib, nəsə, bu xanım qorxur, uşaqları gəlir, uşaqlarından qorxur. Biraz şifa ayəsi vardı. Və nünəzzülü minəl Qur'an ma huvə şifa'u və rəhmətun lil mu'minin və la yezidüz zaliminə illa xəsara. Bu ayə-i şərifəni mollayam da. Molla olmayan yerdə mollayam da. Oxudum. Sonra gördüm ki, tula səsi gəlir evdən. Tula. İt tulasının səsi gəlir evdən. Pis oldum, oxumağıma da peşman oldum. Dedim, bu adama aparana, bu da kepeysərin biridir. Dedim ki, qardaş, bu bacını götürüb gəlmişsən, bacındır. O geçsin evində qalsın. Sən bu ev sənin, dedi, bəli mənimdir. Dedim, burada ayıbdır, görmürsən, başı bağlıdır, o namaz əhlidir. Sən evdə tula saxlayırsan. Hansı şəfadən danışırsan? Dedi, tula döyü. Dedim, ben nə? Dedi, atamdır. Dedim, kimdir? Dedi ki, atamdır. Əşi, nə danışırsan? Dedi, hə, atamdır da. Dedim, hansı otaqdır? Dedi ki, o birisi otaqda. Dedim, onda icazə ver, yazıqdır. Ona da bir ayə oxuyum. Dedi, amma evin içində qəfəs düzəltmişəm. O qəfəsin içində qalır. İnsan görmədiyi şeyi bəzən görəndə yuxusu çəkilir. Açdı qapını, qapısını açandan sonra o otağın gördüm, onun gözləri bərəlib,
çox eybəcər bir şəkildə danışmır, amma hürür. Canımı tuttum dişmə, bir ayələr oxudum. Fəsəyəkfikəhumullah və huvəs-səmi'ul alim. Bu da ayə-i şifadır. Ya mə'şərəl cinni vəl-insi in istəta'tum ən tənfizu min əqtarıs səmavati vəl-ərz fənfuzu la tənfizuna illa bisultan fəbiəyyi alâi rabbikuma tükəzziban. Bir bu ayəni oxudum. Xülasə, indilər istəyirəm canımı götürüm, buradan çıxım. Çünki übuhət məni sıxıb. Nəhayət. Çıxdım. Dedim ki, axı, nə işdir? Dedi, bilirsən, nə qədər oğlanları sındırıb bu, nə qədər insanların haqqını heçəliyib. Atamdır deyəni vermirəm ruhi xəstəxanaya. Deyirəm, haçan dünyadan gedər, bir rüsvayçılıq. Anamı döyə-döyə öldürdü. Bəli. Çigində rütbə gəzdirməklə döyü. Allah çıxır bəzi insanların yadından. Onda ki, Allah onun xodunu alır, onda deyir, va veyla, esselamu aleykum, mən ittəbə'əl hüda. Bunu özüm gözümlə görmüşəm, ha, mənə heç kəs nəql eləməyib. Özüm görmüşəm bunu gözümlə. 18 il bundan qabaq. İlahi əyyidi dinə və əhləh və əhfəzil Qur'anə və əhləh və ensurul İslamə və əhləh və xzulil küfrə və əhləh. Pərverdigara, özümüzü, balalarımızı, gələcək nəsillərimizi Əhl-i Beyt düşməni ilə qərar verməginə. Ağlatma gözlərimizi məgər onların yasında. Məsrəf olunmalı, pulumuz olsa, imkanımız olsa, onların haqqında ehsanata. İlahi və Rəbbi, bizi ruhən və cismən Əhl-i Beytə peyrəvi qərar verginə. Günahsız insan olmaz. Çeşitli günahlar var. Hərəmizin bir cür günahı var. Allah bizi pak etməmiş dünyadan aparma. Allah tövbələrimizi qəbul elə. Xəstə olanlarımıza şəfa ver. Tuhidəst olan, pula ehtiyacı olan həlaldan Allah xəzanə-i qeybindən nəsib elə. Bismillahirrahmanirrahim. Əmmən yücibul muzterre izâ de'a ve yekşifis su. Əmmən yücibul muzterre izâ de'a ve yekşifis su. Əmmən yücibul muzterre izâ de'a ve yekşifis su. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan salavatuke aleyhi ve ala abai fi hazihi sa'a ve fi kulli sa'a ve gâiden ve nasira دليلا عينه حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد وعجل وليك الفرج. مشغول زيارت